Rozet. Rozet. Bu da kravat rozetidir. Bunu Hemen takalım. bu da ziyaretimizin hatırası olsun. Teşekkür ederim. Estağfurullah. Evet değerli arkadaşlar, sevgili dostlar. Şimdi ben Azerbaycan'ın başkenti Bakü'deyim. Milli Meclisi ziyaret ettim. Orada çok değerli milletvekilimiz Razi Nurullayev ustadımızla bir araya geldik. Irak Türkmenleri ile ilgili, Azerbaycan toplumu ile ilgili bazı düşüncelerimizi paylaştık. Ancak Irak'ta yapılacak olan seçimlerle ilgili kendisinden Irak Türkmenlerine ne mesajı olduğunu öğrenmek istedik. Razi müəllim, Irak'ta tabii ki 4-5 milyon Türkmen vardır. Onların da kökleri, soyları yine Azerbaycan'dır. Her ne kadar Anadolu deseler de ama Orta Asya, Azerbaycan'ın 54 Hicri 674 miladi yılında Irak torpaqlarına Basra'yı göç etmişler. 100 kusur yılda da Osmanlı'dan sonra kendi mücadelelerini verirler. Yani orada da Ömür liderimiz demiş, tarihi araştırdığımızda gördük ki Kuzey Azerbaycan, Güney Azerbaycan ve Irak Türkmenleri bir bütünün parçalarıdır. O bütünün parçalarına ne demek istersen sen? İlk önce Şəmsəddin Kuzeyci bəyi görməkdən şad oldum. Çox sevindim sizi görməkdən və sizinlə Kərkük barədə xeyli danışdıq. Kərkük doğmadır. Mən ümumiyyətlə Kərkük adı gələndə kövrəlirəm və gedəcəm Kərkükü görəcəm. Çünki Kərküklüləri dediyiniz o 4-5 milyonu onları mən Azərbaycanın bir parçası hesab edirəm. Və biz burada danışdıq ki, onların kökü haralara gedə bilər. Mənim üçün onlar Azərbaycanlıdır. Yəni biz bir millət olaraq biz eyniyik. Uşaqlığımdan biz Kərkük havasında böyümüşük. Evimizdə hər zaman ninnə, yarım ninnə, Sinan Səidlə Nərminə Məmmədovanın ifasında bu mahnı yenə də Azərbaycanda sevilir və bütün Azərbaycana Kərkükü sevdirir. Mən Kərküklüləri birliyə, bərabərliyə səsləyirəm, xoşbəxtliyə səsləyirəm. Qoy bir olsunlar, birgə olsunlar, bir-birini müdafiə etsinlər, bir-birini qorusunlar, bir-birinə sahib çıxsınlar və seçkilərə getsinlər. Təbii ki, hər bir xalqın taleyində seçki mühüm rol oynayır və seçki ilə taleylərini müəyyənləşdirsinlər. Taleylərini özləri çizsinlər, özləri o taleyini yazsınlar və böyük bir toplumdur, böyük bir səsdir. Bu səs hüquqlarını kullansınlar, istifadə eləsinlər və istədikləri də olsun. İnşallah. Çok teşekkür ederim. Ben de teşekkür ederim hocam. Teşekkür ederim. Sağ olun. Çok sağ olun.